Hamını salamlayıram. Layihə ilə əlaqə var Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın hər bir göstəricisini diqqətlə öyrənə bilərsiniz. İndi biz şirkətin cari performans göstəricilərinə baxacağıq. Genmab Adara, Ticker, GMAB. Bu icmal 08 iyun 2025-ci il tarifinə olan cari məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Genmab AS alt kateqoriyaya aiddir. Onkoloji Targeted Therapy təhlildə 22 təşkilat iştirak edir ki, bu da kifayət qədər təmsilçidir. Bu videonun sonunda sifariş cədvəlini görəcəyik. Sözü gedən şirkət üçün nəticə belədir. 10 baldan 7,5 bal. Alt kateqoriya üzrə orta xal 0,3 bal. Geniş baxsanız, bütövlükdə bütün bazar daxilində. Bütövlükdə bazar üzrə orta reytingin 1,8 bal olduğunu görəcəyik. 7,5 xalla qarşı-qarşıyadır Genmab AS. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etmək Genmab AS və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik Genmab Adara mənfi 22,2% dəyişmə göstərib. 22% alt kateqoriyada qiymət dəyişikliklərinin əleyhinədir. Korporasiyanın bazar kapitallaşması Genmab AS 13,64 milyard dollar dəyərində qiymətləndirilib. 53 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 5,27 milyard dollar olaraq qiymətləndirilir. 14 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Genmab AS alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 25,612% təşkil edir. Kitab kapitallaşması 36,717% təşkil edir. Alt kateqoriyada şirkətin bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan təşkilatın 0,158 milyard dollar borcu var. Balans dəyərinə olan maliyyə öhdəlikləri şirkətin kapitalının 3%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin reytingi çox yaxşı 2 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 12-dir. 0 alt kateqoriyasında orta qiymətlə. Alt kateqoriya təşkilatları ilə müqayisədə bazar dəyərinin mənfəətə nisbəti çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 1,134 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 1,106 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 4,2-dir. Alt kateqoriya üzrə orta göstərici 7,8-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja qiymətinin gəlir nisbətlərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 3,230 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 3,150 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış göstəricisinin qiymətləndirilməsi keçərli 0 bal. Marjinallıq 35,1%, alt kateqoriyada orta göstərici mənfi 16,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 37,808% təşkil edir. Bu, bazar kapitallaşma payından 48% çoxdur. Təşkilatın bir işçisinə düşən kapitalın miqdarı 5089 min dollardır.
və alt kateqoriya üçün 7512.000 dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının məbləğinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəət 423.000 dollardır. Alt kateqoriya üzrə orta hesabla mənfi 155.900 dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 1,205 dollardır. Alt kateqoriya 968.000 dollar. Alt kateqoriya göstəriciləri ilə müqayisədə bir işçi reytingi üzrə gəlir yaxşı 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 0,5%, alt kateqoriya üzrə orta hesabla 8,3% təşkil edir. Göstərici rəası 14 şirkət üçün %64 səviyyəsini göstərir Genmab ADR. Alt kateqoriya üçün RSI səviyyəsi 14, təxminən 65% təşkil edir. Şirkətin səhmləri hazırda təxminən 22,21 dollar dəyərində qiymətləndirilir. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 30,60 dollardır. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli bu mövsüm məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhmlərin qiymətləndirilməsinin nəticələrinə əsasən Genmab ADR yardım sistemi Guru Markets qərar qəbul edilib. 22,2 dollar qiymətində alış ticarəti açın. Sövdələşmə açıqdır, çünki şirkətin nisbətən yüksək reytingi var. Şirkətin qiymətləndirməsi qiymətləndirmə yanaşmasına, AKİMin indeksinə əsaslanır. Mənfəət götürmək 24-31 səviyyəsində müəyyən edilmişdir. Stop loss 20,09-da müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 08 iyul 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker BPMC satış üçün balans əməliyyatına çevriləcək. Balanslaşdırma sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Digər sifariş son qiymətə təyin olunur. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara təşəkkür edirik. Guru Markets.